Biz çox zaman bilirik, mehribandır Allah, amma qüdrətinə şəkk edirik. Danışanda deyirik, yox, Allah hər şeyə qadirdir, biz saçın şəkk edirik. Və həyatımızda olur, böhrandır, hə? Hər şey dirənib də məngənəyə düşmüşük. İşıq görsənmir. Orada ki, deyirsən, vay, batdım, deməli, sən deyirsən, Allahın qüdrəti yox. Biz əslində o məqamda Allahın qüdrətinə inanmırıq. Qüdrətinə inanmaq budur ki, deyirsən, vay, batdım nədir? Güc onun əlindədir. Mən hadisələrlə nə işim var? Bu hadisələr barmağın işarəsi ilə dəyişər. Barmağın işarəsi ilə hadisələr çox cüzi bir şeylərdən olsun. Amma biz indi deyirik, Allah qüdrətlidir falan. O məqamda görürük, yox, çıxış yolu yoxdur. Başlayırıq qüdrətə şəkk eləmək, o da bacarmayacaq. Deyir, Allah bacarmayacaq. Dildə demirik, ürəyimiz bunu deyir. Ona görə düşürük sarsıntı. Təvəkkül budur ki, iki şey var Allahda, ona inanasan. Bir o mərhəmətlidir, bir də qüdrətdir. Keçən dəfə dedim, biri olsa, biri olmasa yenə təvəkkül eləyənməyəcək. Çünki ola bilər biri mərhəmətli olsun, gücü çatmasın bizə kömək eləmək. Amma bizi çox sevsin. Yaxud da qüdrət olsun, bizi sevməsin. Biri çox adam var, gücü var, məni sevməyəndən sonra, mənlə heç bir əlaqəsi olmayandan sonra mənə niyə kömək eləməlidir? Amma Allah iki xüsusiyyəti cəm eləyib. Deyim, mən həm güclüyəm, ən güclüyəm, gücümün qabağında heç nə deyənmir. O səni qorxudanlar var, bir dənə barmağımda nəzərəm olar. Sən qorxudan hadisələr var, onlar bir saniyə dəyişərəm. Və mən səni sevirəm, səninlənəm. Allaha təvəkkül eləməmək, Allaha qarşı hörmətsizliyidir. Hörmətsizlik bəs necə olur? Yəni, sən bacarmırsan, təvəkkül eləməməyin mənası.